Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salli ala Muhammed və ali Muhammed. Qardaşlar, Bismillah kəlməsindən danışacağım sizə. Deməli, Bismillahdə Allah kəlməsindən yox, elə Bismi kəlməsinə baxsaq, orada 6236 rəqəmi görə bilərik, amma necə baxsaq. Bismi kəlməsində 4 hərf var. Bə, əlif, sin və mim. Bismillah yazılarkən əlif hərfi yoxa çıxır. Onu yazmırlar, nə də tələffüz etmirlər. Əslində bir ism olmalıdır, bir ismi. Amma ərəblər nə bir ismi yazarlar, nə bir ism oxuyarlar. Əlif hərfi öz hərəkəsi ilə, öz kəsrəsi ilə yoxa çıxır, birləşir. Tez olsun deyimə, bismi deyərlər. Yəni ismi ilə, adı ilə. Bir hərfi cərdir, şəkilçidir, lalə şəkilçisidir. Deməli, bismi kəlməsində əlif nə oldu? Yoxa çıxdı. İndi fikir verin, biz əlifi yoxa çıxartmaqla 6236-nı görəcəyik. Deməli, bə hərfi, əlif hərfi, sin və mim hərfləri. Bu hərflər əslində bismi, yəni ismi ilə, adı ilə, kimin adı ilə? Bismillah, Allahın adı ilə. Bismi kəlməsində əsas kök bunlar idi. Bə, əlif, sin, mim. Sonra dedik ki, əlif hərfi yoxa çıxdı. Ərəb qrammatikasına görə, dil qaydalarına görə. Amma əslində burada var idi, amma sonra yox oldu. Gəlin, baxaq görək. Bunların əbcədlə hesablasaq necə olar? Fikir verin. Bə hərfi. Bə hərfi. Ərəblər bə hərfinə əbcəddə 2 deyər. 2 bu cür yazılar. İsnəni. İsnəni kəlməsində sə hərfi, bu sədir. Sə hərfi 500-dür, nun 50-dir, bu da nun da 50-dir. Elə də 600. Əliflə ləmi oxumadım. Əslində 602 idi, amma oxumadım. Niyə? Zatən 2-ni yoxa çıxardırsınız, mən də çıxardıram. Yəni, fikir verin, yəni 2 əliflər, yəni əliflər yoxa çıxmamışdı da, burada əlifi yoxa çıxartmışdınız bismi kəlməsində. Bu əlifləri biz də fəlsəfi olaraq yoxa çıxarsaq. Elə isə onda 6236 yaranır. İndi gəlin, baxaq görək, həqiqətən bu cürdürmü? Vahid, vav 6-dır, ha 8-dir, dəl 4-dür. Vahid nə deməkdir? Əlif deməkdir, yəni 1 deməkdir əbcəddə. Amma 19 edir, mən 18 yazdım. Nə üçün əlif oxumadım? Elədim 18. Bu vahiddə vav 6-dır, ha 8-dir, dəl 4-dür. Əlif hərfindəki yenə 1 deməkdir, əlif 1 deməkdir, vahid yenə 18 elədi. İndi keçdik ləm hərfinə. Ləm hərfi sələsundur. Sələsun nə deməkdir? 30 deməkdir, əbcəd dəyəri 30-dur ləmin. Sə 500-dür, ləm 30-dur, sə yenə 500-dür, vav 6-dır, nun hərfi isə 50-dir. Elədi 1086. Amma əslində 1087-dir də əlif oxumadım. Və bu cür, belə baxanda, səmənun kəlməsidir, 80 deməkdir, 646 edir. Sittun kəlməsidir, 400 tədir, sin 60-dır, nun 50-dir, vav 6-dır. Neçə elədi? Elədi 516. Bu cür, sin hərfin rəqəmsal dəyəri 60 idi. Yə hərfin rəqəmsal dəyəri əşərə, yəni 10-dur. Əşərə nədir? Kəlməsi ayn 70, şin 300-dür, ra 200-dür, təmərbutə 400-dür. Yəni keçəndə 400 olur. Əşəratun deyə yazılır, əşəratun 400 hesablayırıq. Amma biz bunu 5 də hesablaya bilərdik, amma 400 də hesablaya bilərdik. Deməli, nun hərfi 50 deməkdir. 50 ərəb nə deyər? Xamsun deyər, xa 600, mim 40, sin 60, vav 6, nun 50, 756 elədi. Mim hərfi 40 deməkdir. Ərəbəun,
Əlif oxunmadı. Ra 200, bə 2, ayn 70, vav 6, nun 50. Əlifini oxumadıq. Dedik ki, əliflərin heç birisini oxumayacaq. 328 edir. Əslində 329 edirdi. Y hərfi yenə əşəratun olur. 570-yə topla, yəni tənbərbuta 400 və ərbəun yenə 328. Cəmi 6236. Yəni bismi kəlməsində fikir verin. Allah Teala Qur'an-ı Kərimi göndərir. Göndərəndə ilk gələn kəlmə iqra deyil. İqra sonra gəlib. İlk gələn Bismillahirrahmanirrahimdir. Ondan sonra gəlir iqra oxu. Əgər biz desək iqra birinci gəlib, onda Ələq surəsinin deməli Bismillahirrahmanirrahimi yoxdur. Onu gərək saymayaq Qurandan. Amma axı biz Şiə məzhəbində sayırıq ki, Bismillahirrahmanirrahim bütün Quran-ı Kərimin hamısının üstündə var. Tövbədən başqa. O elə isə deməli ilk gələn bismi kəlməsidir. Yəni ismi ilə, daha doğrusu Bismillah kəlməsidir. İlk gələn Allahın adı ilə kəlməsi. Amma bu iki kəlmənin öncəsi bismidir. Burada da əslində bə, əlif, sin və mim hərfləri yazılmalı idi. Ərəb qrammatikasına, dil qaydasına görə, yazılış qaydasına görə əlif yoxa çıxır. Yəni tezlik olsun deyimə. Və biz də sanki əsl kökü nə idi deyib sual veririk. Kökü 4 hərfdir və bu 4 hərfi hesabladıq. Əlifi, bəni, sini, mimi və 5000 ildir heç kimin hesablamadığı bir qayda ilə özümdən bir qayda çıxartdım. Dedim ki, bə hərfi əbcəddə 2-dir, amma 2 yazmayacam, isnəni deyəcəm, isnəni 2 deməkdir. Bu cür bunları sonra əbcədlə tutuşdurdum, amma əlifləri çıxdım. Niyə çıxdım? Qırmızılar əliflərdə çıxdım. Çünki zaten burada əlifi zaten siz çıxmışdınız. Yəni bir fəlsəfi olaraq ki, siz əlifi kəlmədən çıxartdınız, mən də kəlmədən çıxardıram. Bax, bu cür fəlsəfi baxanda 6236 yaranır. Yəni 6236 nədir? Quran ayələrinin sayı. Bu da o deməkdir ki, fikir verin. Quran-ı Kərim gəlir, elə ilk kəlməsi 6236-nı gizli şəkildə özündə göstərir. Nə cür baxsaq.